Bəzən elə günlər olur ki, uşaq kimi sevinirsən. Bəzən elə günlər olur ki, qəmdən, əsəbdən, kədərdən gecə yata bilmirsən. Bəzən də elə günlər olur ki, sadəcə bir səhv eləyirsən və səni bağışlamırlar. Bura Premier Liqası olar. Dünyanın ən çətin liqası. Big Five. Getdik. Açılış oyunu olar. Manchester City Wolves evdə qəbul edirdi Etihadda. City ardıcıl 4 oyun tuta bilmirdi Premier Liqada. Sanki Wolves dərman kimi gəldi bunlar üçün. Omar Marmuş olar. 6-cı dəqiqədə qabaqladı. Gol 1-0. 45+2'də Antoine Semenyo 2-0 çəkdi, soldan vurdu. Uğurlu transfer, qəşəng transfer. Burada çox qalmayaq olar. City 7 xal daldaydı Arsenaldan. Utdu oyunu, 4 xala saldı və siqnal verdi ki, biz buradayıq olar. City azarkeşlərini təbrik edirəm. Keçirik növbəti oyuna. Şolar. Bournemouth evdə Liverpool qəbul edirdi. 26-cı dəqiqədə Evanilson hesabı açır. 33-cü dəqiqədə Jimenez 2-0 elir hesabı. 45'də Van Dijk başla vurur, qəşəng oldu 2-1. Sonra şolar. Dominik Soboslay ştrafın oyunundan qəşəng vurur, Salah skit elir. Bir kasani dalini uğula vurur. Qəşəng gol 2-2 və 90+5'də Adli 3-2 elir hesabı şolar. 2-2'den sonra Liverpool'un da momenti var idi. Petkovic çıxartdı oraya bir an. Amma Bournemouth da təslim olmadı. Sanki ikisi də qələbə qazanmaq istəyirdi, amma sonda Bournemouth'un bəxti gətirdi. Out talpa bir-birinə dəydi oyan bir an. Adli gol. Liverpool'dan növbəti məğlubiyyət. Növbəti deyəndə pis başa düşməyin. 13 oyunda Liverpool uduzmurdu. Sadəcə uğursuz seriyada belə. 13 oyun uduzmasa belə də 6-7 oyun heç əsasız var idi. Ona görə də turnir cədvəlində o qədər qabağa gedə bilmirdilər. Arne Slot'dan bir xəbər yoxdur. Hələ ki klubda qalır. Klub onu qovmaq istəmir hələ ki. Liverpool azarkeşlərinə səbir diləyirəm. Bu il bir dən məqsəd var ki, Çempion Liqasına düşmək. Liverpool 3-2 uduzdu. Keçən növbəti oyuna şualar. Keçən növbəti oyuna şualar. Crystal Palace evdə Chelsea'ni qəbul edirdi. Estevao 34-cü dəqiqədə gol. João Pedro 50'də gol. Sonra Fernandes penaltiden gol 3-0. Axırda da Richard şualar 88'də 3-1. Chelsea azarkeşləri təbriklər. Asan qələbə oldu. Çətin oyun gözləyirdi Crystal Palace. Evində yaxşı oynayır, amma Crystal Palace yaxşı günlərini yaşamır. Chelsea gəldi, 3 xalını götürdü. Chelsea azarkeşlərini təbrik edirəm şolar. Keçək günün oyununa, turun oyununa şolar. Arsenal evdə Manchester United qəbul edirdi. Oyundan qabaq çox söhbət gedirdi ki, Arsenal favoritdir. Arsenal zədəli oyuncuları yoxdur. Bəs Manchester United City'ni utsa belə də Emirates'də bir dəfə də oyunu uduzmayıb Arsenal bu il. Hər şey onu göstərir ki, Arsenal bu oyunda çıxacaq. Çətin olsa belə də United udacaq. Nə şəkildə olsa udacaq. Çünki City oradan udmuşdu, xal fərqini salmışdı 4'ə. Ona görə də Arsenal'a mütləq qələbə lazım idi. Şualar, golları bilirsiniz məndən yaxşı kimlər vurub. Martinez avtogol, Mbumo 37'də gol vurdu. Subimendi'nin səhvindən sonra Dorgu şualar 50-ci dəqiqədə fantastik gol vurdu. 2-1, Merino 2-2 və Cunha şualar 87'də 3-2 elədi. Oyun barəsində çox danışmaq istəmirəm şualar. Dünən çox şey danışmışıq oyun barəsində. Meydançada bir dənə komanda var idi. Udmağı çox istəyən, o da United idi. Arsenal zəif çıxış elədi. United tam haqlı idi qələbəyə. Sanki xarakter yoxdur futbolçularda. Bilmirəm, ya psixoloji üstünlüyü var beyninlərində, nə bilim, onsuz qabaqda yox, nə bilim. Gözləri yanmırdı. United bizdən daha çox istirdi. Bir dən günahkar varsa Arsenal özü də oldu. Evdə bilirsiniz şolar. Çempionluğu oynayan istəyən komanda evdə beləncə oyun oynamır. 3 oyun uda bilmirik Premier Ligada. Liverpool heçəcə, Nottingham Forest heçəcə, United evdə məğlubiyyət. Arsenal düşüşdədir hal-hazırda. Qabaq heç olmasa az gol vursuq da arxada buraxmırdıq. Son oyunlar ürək açıcıdır. 2023-cü ildən sonra 3 dənə gol buraxdıq. 3 ildən sonra.
Bu bizim üçün bir siqnaldır. Ayılmaq lazımdır, özümüzə gəlməliyik. Bu gedişlə çempionluq əldən gedəcək. İmində bu göstərdiyimiz futbolla çempionluqdan ümumiyyətlə danışmaq olmaz. Şuralar yığışmalıdır, söhbət eləməlidir, nə etməlidir? Bilmirəm, özlərinə gəlməlidir. Hücum xətti 0, gol vurmaq problem. Sanki hər şey bərbad görsənir. Bir dənə pozitiv şey odur ki, 4 xal qabaqda yox, amma bu oyundan, bu gedişlə o da müvəqqəti görsənir. Yenə də ümidimizi üzmürük. Necə deyirlər? İnşallah gözəl günlər qabaqdadır. United azarkeşlərini təbriklər. Bir daha xal fərqlərini deyim, şolar 23-cü turdan sonra Arsenal 50 xal 1-ci yerdə, Man City 46 2-ci yerdə, Aston Villa 46 3-cü yerdə, Manchester United dünənki qələbədən sonra 4-cü yerdə 38 xal, Chelsea 5-ci yer 37 xal, Liverpool şuralar 6-cı yerdədir 36 xal. 23-cü tur belə getdi. İnşallah 24-cü turda görüşərik. Sağ olun şolar.